Kabala elmində deyilir מה זה ki, אומר biz נשמה? bütün ruhuz. Bütün ruh nə שהיא deməkdir? למבנה Bir הרוחני ruh. Bu o אחד, deməkdir ki, biz hamımız שהיא נקראת bir או נשמה, ruhani או struktura נשמת אדם aidik, הראשון, hansı ki או אדם הראשון, ya לא ruh חשוב adlanır, איך ya da קוראים. Adam Rişonun ruhu אבל adlanır זה və yaxud אחד Adam Rişon adlanır, fərqi yoxdur bunu necə גדול, adlandırırsınız. שאחר כך Lakin bu הוא bir מתחלק böyük bir למיליארדי חלקים, istəkdir, שהם hansı נקראים ki בני sonra אדם. milyardlarla ואני hissələrə פשוט bölünür, hansılar ki האדם, insanlar אותו adlanır. מבנה אחד, Yəni həmin o adamın oğulları, yəni שבו o יצר. vahid bütöv bir sistemin parçalanmış hissələridir, hansı ki yaradan yaratmışdır. כמבנה אחד, כן. Yaradan bizi bütün bir ruh kimi yaradır. נכון. Bəli, bir struktur kimi. אחר İndi כך isə biz נעשה parçalanmışıq, bölmüşük. Hər kəs özünü hiss קלקול edir. בנגיד, Bəli, והנשמה הזאת bundan אחת sonra היא נשברה, parçalanma baş verilib, bir ruh parçalanıb. ונשברה להרבה Bu, מאוד bu חלקים. hərəkətə günah deyilir, hansı ki çoxlu müxtəlif hissələrə bölünüb. כן. Gələcəkdə biz öz inkişafımızın ən yüksək bir mərhələsində olduqda biz yenidən bir ruha qayıdacağıq. Bəli, əlbəttə. Bəs biz necə hiss eləyəcəyik bir ruh olanda? אני לא יכול לתאר Bunu לך necə את hiss זה. eləyəcəyik? נרגיש כאיש אחד, Heç bilmirəm sənə bunu necə təsvir edim. Yəni bir qəlbdə bir insan kimi hər hiss edəcəyik, hamı bir nəfər kimi. Mənə yalnız mənə məxsus olan nəsə olacaq? שממנה Yəni elə bir nöqtə olacaq ki, o nöqtədən sən hamı ilə əlaqədə olacaqsan, hər kəsi bir-birinə bağlayacaqsan və hamını bir yerdə tutacaqsan ki, hamı birlikdə olsun və beləliklə hər kəs belə bir hərəkətdə olacaq. Və bütün bu əməllər, bu dərk etmələr, bu nöqtələr bir bədəndə qucaqlaşıb bir formada, adam adlanan bir formada olacaqlar.